Bebəklərim salam, necəsiz? Ümidvaram ki, hər kəs yaxşıdır. Mən çalışıram yaxşı olam. Bu günlərdə biraz sakitəm. Ona görə düşündüm ki, həm də yağış yağır. Düşündüm ki, bir yerdə sizlə bir açılım eləyək. Fikirləşdim, dedim elə bir açılım olsun ki, bu günlərdə nəyə ehtiyacımız var? İşte bu günlərdə olan problemləri, ehtiyaclarımızı ələ alaq. Bunları problemlər varsa necə həll edə bilərik? Öz içsəl durumlarımız, ətrafdan gördüklərimizə əsasən nə edə biləcəyimizlə bağlı bir açılım olsun, bir sual olsun deyə düşündüm və ağlıma belə bir sual gəldi. Bəs bu dövrdə bizi qarşılayan maneələr, gördüyümüz blokajlar nədir? Yəni bu blokajların səbəbi nədir? Maneələrin səbəbi nədir? Və yaxud da bunlar nədən ibarətdir? Hansı blokajın üstündə hansı formada işləməliyik? Bu tip bir açılım eləmək istədim. Anlıq belə düşündüm ki, maneə və blokaj üstünə bir açılım olsun. Qaça-qaça gəlmişəm. Mavi kartlarımı götürdüm bu arada. Sizə də göstərim. Bu klasikdir, bunu bilirsiniz. Yıkılan kule. Ben de gideceğim. Sonracığıma bu dəstənin adını oxuya bilmirəm mən bu dəstə. Güya özüm üçün almışdım. O da o qədər qəşəng idi ki, dedim deməli, bütünə də şəff olsun deyə istifadə edeyim. Sonra Starseed dəstəmi götürdüm. En sevdiyim. Elə gözəldir ki. Oracle'dır bu da. Və. Dedim, blokaj işinə kim baxır? Dişil enerji dəstəsi. Bu da belə arxası ağ, hop. Rəngarəng bir dəstədir. Həm çakralarla bağlı bizə məlumat verir müəyyən qədər, həm problemin kökünə enir, problemin kökünü necə tapacağımızla bağlı bizə yol göstərir. Qəşəng açılım eləyə biləcəyimiz bir dəstədir, çox tatlıdır. Ona görə düşündüm ki, buna əl atım. Bir də ki, sevgi durumları ilə bağlı olaraq belə qırmızı dəstəm vardı, minik. Bu dəstə mənim çox istədiyim, amma müəyyən qədər istədiyimi ala bilmədiyim bir dəstədir. Hamısı sevgi üstünədir və yəni əgər gündəmdə həddindən artıq çox münasibət yoxdursa, çox istifadə eləmirəm bunu. Haydi bakalım. Niyyət edirəm ən doğru cavab almağa. Ümidvaram ki, mənim açılımım sizə mənim vasitəmlə ən doğru cavabı göstərər və mənim açılımım vasitəsilə ən doğru şəkildə ən doğru cavabları anlayarsınız. Çünki hər şeyi görmək deyil, hər şey anlamaqla da bağlıdır. Üstə bir kupa 8-lisi çıxıb. Deməli, bunun bir kollektiv açılım olduğunu deməliyəm. Bu bir şəxsi açılım deyil. Əgər şəxsi açılım istəyirsinizsə, rəylərdə telefon nömrəm, Instagram hesabım, TikTok hesabımın linki qeyd olunub. Oradan mənlə əlaqə saxlayıb şəxsi seans ala bilərsiniz. Bu öz yerində. Bunun bir kollektiv açılım olduğunu unutmayın. Çünki yəni burada sizə də uyan mesajları ala bilərsiniz. Sizə uyğun olmaya da bilər. Bir növ hərənin öz enerjisi, hərənin öz alanı var kimi düşünürəm. Və siz bura gəlirsiniz, özünüzə uyğun hiss eləmirsinizsə və yaxud da bu açılımı dinləyirsiniz, uyumlanmırsınızsa və ya müəyyən qədər dinləyirsiniz, amma anlaya bilmirsinizsə, deməli bura sizin yeriniz deyil, bilərsiniz. Bunu prosto deyirəm ki, belə məlumatınız olsun da. Amma yox, məsələn, dinləyirsiniz, deyirsiniz, mənlə uyumlanır, qoy dinləyim, görüm nə deyəcək. Bir ürəyinizə düşür ki, dinləməlisiniz də. O ayrı. Demək ki, buradan almalı olduğunuz mesaj var. Öyle, kardeşim. Hamı öz yoluna. Hərə öz enerjisinə. Niyyət edirəm, Qaraca çobana oxşamışam. Bu nədir? Mən də dururam, məlumatları verirəm. Ondan sonra öz real xarakterim qoymur. Evet, 5 dəqiqədən sonra real xarakterim çıxır. Yox, sakin idim, huzurluydum. Prosto Qaraca çobana oxşayıram. Niyyət edirəm ən doğru cavabı görməyə. Haydi bakalım. Birinci əsas məlumatları stabil şəkildə vermək lazımdır. Sonra keçiş eləmək lazımdır. Bu dövrdə bizi qarşılayan maneələr və blokajlar nədir? Bu dövrdə bizi qarşılayan maneələr və blokajlar nədən ibarətdir? Bir danışsın görək bu maneələr nədir? Blokajlar nə ilə bağlıdır? Bu sözü deməyi çox sevirəm. Burada da bu məlumatı verəcəm. Hər zaman da deyirəm. Açılımı izləməmişdən əvvəl huzurda olun, ondan sonra açılımı izləyin. Əgər çox qarışıqlıq içindəsinizsə, boğulursunuzsa,
belə çox narahatsızsa, özünüzə spesifik, dəqiq cavab almağınız müəyyən qədər çətinləşir. Bunu biləsiniz. Nə qədər stabilsizsə, məsələn, çayımı götürüb gəlmişəm. Soy və bu arada hayf. Siz də oturun, qəşəng rahatlaşın, bir dənə çay götürün, bir dənə kofe götürün, bir dənə kola götürün. Və izləyin. Kartlarımı açım. Mən də anın enerjisində qəşəng açılım eləməyi planlayıram. Əksəriyyətinizin önünü görmə problemi olduğunu düşünürəm kılıç ikili ilə birlikdə. Əksəriyyətinizin önünü görmək istədiyini və görə bilmədiyini düşünürəm. Buna görə bəziləriniz özünü geri çəkibdir, bəziləriniz tətilə gedibdir, bəziləriniz dincəlməyə çalışır, bəziləriniz tez insanlarla türklər demiş, muhattab belə olmaq istəmir. Yəni, insanlarla üz-üzə gəlmək istəmir, söhbət eləmək istəmir, öz şəxsi dünyasında, öz iç dünyasındadır kimi düşünürəm əksəriyyətiniz. Ya da ki, dincəlməniz gərəkdiyini görürsünüz bu dönəmlərdə. Və yaxud da bunu iki tərəfli də anlatacağım. Ya bunun fərqindəsiz, ya bunun fərqində deyilsiniz. Ya da ki, önünüzü görmə probleminiz var, qərar vermə probleminiz var, hədəf qoyma probleminiz var və yaxud da hər hansısa bir hədəf qoya bilmirsiniz önünüzə və yaxud da gələcəyinizi görə bilmirsiniz. Mən hara gedirəm, mənim yolum hara gedir, sanki bilə bilmirsiniz. İndi deyə düşünə bilərsiniz ki, ağlıma belə bir şey gəldi, sanki birisi mənə deyirmiş kimi. Deyə bilərsiniz ki, ya da bunu düşünən ola bilər ki, onsuz da əksəriyyətimiz bilmirik də nə olacaq. Bu okeydir. Amma insanın axı bir zehnində plan olur. Və bəzən hər şeyi bilməsək belə bu bizə problem yaratmır. Amma burada blokajın tam olaraq bununla bağlı olduğunu deyir. Bilməm, anlata bildim mi? Bu dönəmlərdə duyğusal olaraq özünüzə müəyyən qədər diqqət eləməlisiniz kimi düşünürəm. Əsas da xanımlar, çünki burada bir xanım enerjisi çıxıb. Bir hanımcıq dişil enerji. Düşünürəm ki, dişil enerjiyə sahib insanlar, naif insanlar, zərif insanlar, duyğusal insanlar müəyyən qədər duyğularına diqqət eləməlidirlər. Blokajların duyğu ilə bağlı olduğunu düşünürəm. Burada bir dünya kartı çıxıb və çox qəribədir ki, mənim ağlıma heç nə gəlmir bundan bağlı. Bunu da düşünəcəm. İrəliyək, bəzən elə olur ki, açılımlar eləyəndə ağlıma o mövzu ilə bağlı nəsə gəlmir, amma irəliyəndə kartları üst-üstə açanda deyirəm, bax, buna görəymiş bu. Ona görə davam edeyim. Hiss elədiklərimə, düşündüklərimə əsasən danışacağım sizlə. Bu dönəmdə blokajlarınız eyni zamanda şəxsi mənliyinizlə bağlı ola bilər. Siz necə özünüzlə bağlı ola bilər. Və ya ətraf faktorlarla bağlı ola bilər. Amma necə ətraf faktorlar? Məsələn, bax, bəzən elə olur ki, problemimiz olanda deyirik ki, filan problemim var. Amma bəzən problem tamamilə əhatə olur, ətraf aləm olur. Dünya kartı mənə daha çox ətraf aləm enerjisi verdi. Bu dönəmdə problem hər nə mövzuda yaşayırsınızsa, dəstək olaraq dostlarınızdan kömək istəyə bilərsiniz kupoçlu ilə bircə. Sizi həqiqətən sevdiyindən əmin olduğunuz dostlardan kömək istəyə bilərsiniz. Və ya dostlarınızdan duyğusal dəstək ala bilərsiniz. Və bir şey daha deyim, bunu hiss edirəm çünki. Əgər sadəcə duyğusal olaraq sakitləşmək üçün xarakterini bilmədiyiniz, sonra sizə xarakteri müəyyən qədər dəqiq gəlməyən və yaxud da sizə həqiqətən dost olduğunu, olub-olmadığını göstərməyən birisi varsa, ondan ekstra əlaqə qurmamağa diqqət edin. Deyərdim ki, yəni ondan dəstək axtarmayın. Ya müəyyən qədər sizə dəqiq gəlmirsə bir insan, ondan yəni çətin ki, sizə hər hansısa bir dəstək gələ. Bir də bir şey deyəcəm, bəzən elə olur ki, bizə burada onu hiss edirəm. Bəzən elə hiss edirəm, elə şeylər görürəm ki, durumlar. Gedirik, bizə belə o dəyəri, o necə deyim, sevgini, burada bu arada danışa bilmirəm. Minik bir blokaj, sanki blokaj açılımı değilmiş gibi. Sonra bizə o his və o düşüncəni, bizə o lazım olan dəstəyi, bizə lazımı gələn o hörməti verməyəcək, istədiyimizi verməyəcək, amma
onda olduğunu sandığımız insanlarla danışırıq. Bunu niyə dedim bilmirəm. Hiss edirəm bu durumu. Və əksəriyyətinizin yanlış dost seçimi ola bilər. Bu hamı üçün keçərli deyil. Dostlarınızdan əminsinizsə bu heç. Və ya sanki birisi ilə deyib gülürsünüz, amma ondan əmin deyilsiniz. Çünki dostlara da vurğu eləyib və biz maniya və blokaj soruşduq. Bu dönəmlərdə rastlaşdığımız maniyələr və blokajlar nədən ibarətdir və ya nə ilə bağlıdır? 1, atma özü. 2, 3, 4. Kartların atmağını sevirəm, amma 4-5 dənəsi eyni anda gəlir deyə xoş olmur. Eight of Cups klasik tarotda da başlayanda kupa 8'lisini görmüşdüm. Burada da bir kupa 8'lisi var. İlandır, dərisindən soyula-soyula gedir. Hər nə qədər bu proses ağrılı bir proses olsa da, ona xidmət edən bir prosesdir. Başıma ağrı keçdiyi. Kupası. Yeni ay. Justice. Bir şey deyəcəm, bu dönəmlərdə baş verən bəzi durumlar var. Düşünürəm ki, əksəriyyəti səbəb-sonuc ilişkisi ilə bağlı problem yaranıbdır deyə sizə də negativ yöndə təsir edib. Və ya şöyle söyleyeyim sizə, əgər hər hansısa bir şeylərin ədalətli olmadığını düşünürsünüzsə və ya gedişatda müəyyən qədər bu niyə belə oldu, nə doğruydu, niyə belə bir hal aldı kimi düşüncələriniz varsa, real gedişatın səbəbindən olmuş ola bilər. Yəni, səbəb o olmuş ola bilər. Duygusal olaraq istədiyinizi insanlardan və ya ətraf çevrədən ala bilmədiyiniz durumlar olub, sanki bu durumlarla üzləşmişsiniz və duygusal olaraq sizə xidmət etməyən yerlərdə olmusunuz deyə duygusal olaraq yıprandığınızı düşünürəm. Və bəzi sizə xidmət etməyən insanların içərisində vaxtı ikən olmaq və ya bəzi insanlardan nəsə gözləməyin də sizdə müəyyən qədər iz qoyduğunu düşünürəm və bunun sizə negativ təsir elədiyini düşünürəm. Söz axtardım, tapa bilmədim. Və zehninizin qarışmağının səbəbi də, ya da ki, ağlınızın qarışmağının səbəbi də tam olaraq bununla bağlıdır. Duygusal olaraq belə zədə gördüyünüz üçün zehniniz hər durumu və hər ehtimalı dəyərləndirir bu dönəmdə kimi düşünürəm. Və ya sizə xidmət etməyən bir yerdən qəlbiniz qırılsa belə uzaqlaşdığınız üçün bunun sizə müəyyən qədər zehnən təsir elədiyini düşünürəm. Və də yaşadığınız durumun sadəcə kiçik bir durum olduğunu düşünmürəm. Hər şey bir-birinə zincirvari bağlıymış kimi düşünürəm. Bəzən deyirik ki, bir hadisə yaşadım. Mən bunu çox yaşamamışam, amma buna çox şahid olmuşam. Bir şeylər yaşayırıq və deyirik ki, görəm mən bunu necə yaşadım, niyə yaşadım, nə səbəbə yaşadım. Sonra bir zaman irəliləyəndən sonra fərq edirik ki, nəyi niyə yaşamışıq. Burada da o durumun varlığını hiss elədim. Yəni, durum əslində göründüyü qədər kiçik bir durum deyil. Məsələn, bunu ifadə edeyim, bayaq dayandım, durdum, orada bir boşluq oluna bilər, oluşa bilər, insanlar düşünə bilər ki, o nə demək idi. Nə deməyə çalışıram, qısa şəkildə izah edeyim, bayaq başqa mövzunu da düşünürdüm, qatmaq istəmədim fikirləri bir-birinə. Bəzən elə bilirik bəlkə hər hansısa bir durum baş verir birisi ilə bizim aramızda. Və elə bilirik bəlkə həmin durum həmin insanla bağlıdır. Əslində durum tamamilə onunla bağlı olmur. Ona təsir edən bəzi amillər sayəsində biz də o durumdan, necə deyim, təsirlənirik.
Həmin insan təsirlənir və sizə yansıdır sanki. Müəyyən qədər artıq o insana görə yox, başqa bir məsələyə görə olmuş olur sizin üzülmə səbəbiniz. Bilməm anlata bildimmi? Onu deməyə çalışırdım. Səbəb sonuç deyəndə onu deməyə çalışırdım. Kiçik deyil yaşadığınız bir şey. Zincirvari bir-birinə bağlıdır deyəndə bunu deməyə çalışırdım. İnançların maskesi. İradenin ərdəmləri. Sonra nə var burada? Cömertlik büyüsü. Zamanını gönüllülük için kullan ve daha iyi bir dünya için çabala. Duygusal olarak sizi yorublarsa veya həddindən artıq çox bir şeyləri, vaxtınızı alıblarsa və yaxud da müəyyən qədər əmək vermisiniz və o əməyinizi bir qədər istifadə ediblərsə və ya bu durum, yəni bir şeyləri vermisiniz və daha çoxunu istəyirlərsə sizdən, bunun sizə rahatsızlıq yaratdığını və sizə təsir edədiyini düşünürəm. Bu nə mənada təsir edə bilər? Ya həddindən artıq çox verərsiniz və bir şeyləri əlinizdə olanı verərsiniz paylaşmaq niyyətinə. Bu sui-istifadə olunar və bu sizə çox pis təsir edir ki, bu qədər əmək verdim, amma ortada heç nə yoxdur. Ya da ki, o qədər əmək verərsiniz ki, zamanında artıq indi heç nə vermək istəmərsiniz və tamamilə qapalı qutu olarsınız. Kartda deməyə çalışır ki, əgər vaxtı ikən bir takım təcrübələrin olub, sənə acı veribsə bu təcrübələr, sən doğru məkanda olmadığına görə imiş bəzi şeylər və ya doğru insanlarla olmadığına görə imiş, sənə fayda verməyən durum və insanlarla bir yerdə olduğuna görə imiş və bu sənin yenidən bir başlanğıc eləyə bilməyəcəyin, yenidən toparlana bilməyəcəyin və şəfalana bilməyəcəyin anlamına da gəlmir deyir. Geri dönmək üçün gücün var, hərəkətə geç. Bir şeyləri dəyişmək mi istəyirsiniz? İradənizi ələ alın. Eynən. İradənizi ələ alın. Hər şeyi dəyişmək bizim əlimizdədir deyilir. Bax, burada da elə bir durumun olduğunu görürəm. Və sizi önünüzü kəsən durumların da bir qədər inanclar olduğunu düşünürəm. Niyə? Yazıb inancların maskesi. Kendini inancların boğucu sınırlarına hapsetme. Yeni şeylərə açıq ol. Burada da dəyişimlə əlaqəli məlumat verir. Burada da müəyyən qədər limitlər sındır deyir. Burada da inanclarından qurtul. Onlar sənin təməlindir deyir. Təməldən bir şeylər yanlış olanda, başlanğıc yanlış olanda, gedişat da yanlış ola bilir. İnanclar dəyişilməsə əgər, yeni bir durum formalaşa bilməz deyə düşünürəm. Açılım eləyəndə özümü ana buraxmağı sevirəm. Anda hiss elədiklərimi danışım, düşünüm deyə düşünürəm. Amma bəzən o qədər belə, necə deyim, fərqli enerji alıram ki, bir rahatsız oluram. Düşünürəm ki, görəsən müəllif olaraq mı çıxış eləməliyəm, yoxsa anda mı durum dəyərləndirməliyəm, kart atdı. Ümidvaram ki, gördünüz, xoşlayıram kartların atmasını. Kart qatışdırdığın yerdə belə atır. 3 dənə götürək bir dəqiqə. I'm sorry. Bu arada sizə qarşı bunu götürürəm, deyəcəm belə bir şəkildə, çünki müəyyən qədər ehtiyac var, qardeş. Seven Star Sisters. Manifest kimi olsun. I'm sorry kartı çıxıb, mən üzgünəm. Özür dilerim kimi. Bir dəqiqə görüm bunun mənası nədir. İlk sözü görürəm, onu başa düşmürəm. Halbuki bildiyim bir şeydir. O birisinə baxıram, vapşa başım qarışır. Bir bakalım, çox qarib bir söz yazıb. Bu nə deməkdir? Gobelin nədir ki? İndi baxaq görək Gobelin nədir? Uf. Gobelin hiss və duyğuların sənətidir, düşüncə tərzidir. Gobelin sənəti dünyada geniş yayılmış, Azərbaycanda da qədim xalq mədəniyyətinə aid sujetli xalça sənətidir. Başa düşdüm nə edir. Həyatını ilmək toxu deyirlər. Yəqin ora vurğu eləyir.
Baxım görüm başqa nə var? Bəh. Yazıb ki, onu adi xalıdan fərqləndirən əsas cəhət isə qobelen üzərində insan duyğularının, hisslərinin cəmləşdiyi sujetli kompozisiyanın məna və məzmunlu ipə sapa köçürülməsidir. Qobelenin hazırlanma texnikasının əsasını öncədən çəkilmiş eskiz, fikir, ideya təşkil edir. Qobelen sənəti ilə məşğul olan ilk növbədə yaradıcı rəssam olmalıdır. Rəssamın qobelen toxunması üçün ona ilk lazım olan avadanlıq, material, düşüncə və xəyallardır. Burada da özün öz həyatını toxu deyir, özün öz həyatını inşa et deyir. Dedim axı ki, bəzi dəyişimlərə vurğu edir. Belədir. Qobelen düşüncə tərzidir. Hər kəs, hər bir sənətkar öz sifətini, daxili və zahiri aləmini, xəyal dünyasını ora köçürür. İndi belədir ki, Qobelen sənəti sifarişlər hesabına şəxsi ofis, müəssisə və mənzillərə dekor olaraq hələlik yaşayır. Başa düşdüm. Gobelendir bizimki, Goblin deyil. Değil mi? Yok, Goblin değil. Gobelendi, Goblin değil. Aynen. Bu sözün də şeyinə baxım, mənasına baxım. İfadə. Özünü ifadə. Mimika, izah. Özünüzü bu dönemdə izah eləməli olduğunuzu düşünürəm. Özünüzü ifadə eləməli olduğunuzu düşünürəm. Və öz həyatınızdısa, öz istədiyiniz şəkildə yaşamalı olduğunuzu düşünürəm. İnsanlara görə həyatınızı və fikirlərinizi formalaşdırmamalı olduğunuzu düşünürəm. Və burada da məncə ona qarşı bir vurğu var. Çünki biz nə gördük ilk başda? Siz müəyyən qədər geri çəkilmisiniz və rahatsız olduğunuza görədir. Bu niyə görə narahatsızsınız? Niyə görə rahatsızsınız? İstədiyiniz kimi bir həyat bəziləriniz yaşamırsınız. Düşünürəm ki, bu bununla bağlıdır. Kart məncə bununla bağlı məlumat verir. Yəni sən istədiyin kimi bir həyat yaşamırsan, nə istəyirsənsə onu öz həyatına, həyat axarına çəkə bilərsən. Sən niyə bunu eləmirsən? Məncə belə bir məlumat verir. Venera enerjisi. O gündə Mars çıxmışdı. Yenir. Venera enerjisi, əyləncə, deyir. Make love. Make love to life herhalde abla. Deyir ki, kutsanmışsan hayatım. Deyir ki, sevgi enerjisi hökm sürür. Real sevgiyə fokuslanın. Sizə əyləncə qatan insanlara və ya əyləncə qatan durumlara fokuslanın. Bu sayədə və real sevgi sayəsində problemdən azad ola bilərsinizmiş. Əlimi belə tutmuşam. Bura çıxana bax. İndi gördüm. Oğlan da əlini tutub köklərdən üzr istəyir. Ya düz bilinən, vaxtı ikən edilmiş yanlışlar. Keçmiş yanlışlar. Əfv diləmə falan. Siz özünüzü bağışladığınız zaman da insanları bağışlaya bilərsiniz. Özünüzü bağışlamağa çalışın. Və ya sizə qarşı bəzi yanlış tutumlarda olan insanların da müəyyən qədər özünə dürüst olmadığını, eyni zamanda da özünə qarşı açıq olmadığını düşünürəm. Özünü bağışlamadığını düşünürəm. Bəzi peşmanlıqların olduğunu düşünürəm. Çox qəribədir açılım. Düzdür, blokajlarda əslində mövzu. Zaten blokajlarda necə, nə qədər bir-birlərinə belə uyum tapa bilərəm ki. Amma elə bir ki, qəribədir. Davam edək, görək. Ya Rumidən kömək istəyək. Rumi. Rumicə görək. Sən bir böyüyümüz bir göstər görək yolumuzu. Rumi, yetər! Yetər! Maniyələr, bu dönəmdəki və blokajlar nədir? Bunlar necə şəfalana bilər? Rumi, nə deyərdin bu mövzuda?
Hakikat iç varlığımızın altına ortaya çıksın diye sıcağı ve soğuğu dayatır. Ey seçilmiş olan, sen kendi talihin ol. Aşkın binlerce tane dili vardır. Sevgini her şeyde görebilirsiniz. Sevgi yalnız münasibət üstündən sizə gəlmir. Sevgi enerjisi ilə bəslənmək istəyirsinizsə, bitki də bəs edir adama. Görsən, sənə də övdüm. Sevgi enerjisini ala biləcəyiniz, sevdiyiniz peşələrə, xoşbəxt olduğunuz yerlərə, xoşbəxtlik duyduğunuz yanında insanlara yönələ bilərsiniz. Və hər şey hər daim belə getmir deyir. Bir şeylərin ötməsi üçün müəyyən qədər əmək verməlisiniz deyir. Və bir şeylərin içərisində durmadan fırlanırsınızsa, seçimlərinizi sorğulamalısınız, inanclarınızı sorğulamalısınız deyir. Çox sağ ol Rumi. Kalpdə təzadlıq savaşa bənzər. Zehniniz və duyğularınızı müəyyən qədər ahəngə gətirin. İki tərəf də, zehin və ürək də fərqli sözü dediyi üçün müəyyən qədər qırılırsınız. Əslində, ətraf faktorlar deyil məsələ, tam da sizsiniz. Sizin düşüncə şəklinizdir. Sizlə özünüzün arasına bir su sızır deyə, artıq göl deyə su da deyil. Ona görə özünüzə yad gəlirsiniz və yolunuzu tapa bilmirsiniz. Özünüzlə bağ qopub çünki. Köklərə yönəlin. Mən polə sopasıyım və sən topsun. Bir düşünelim, tartışalım. Bu dönəmlərdə daha çox çevikliyə, egoya, öz sayğıya, öz sevgiyə odaklanmalı olduğunuzu düşünürəm. Yaradıcılığa, həmçinin aktivliyə diqqət eləməli olduğunuzu düşünürəm. Hətta yeni bir başlanğıc da etmək sizə uzun vadədə yaxşı gələcək olan bir amildən biridir. Bu da böyle bilinsin. Bu açılıma mən daha yanarlı dönərli gözləyirdim. Daha belə bir enerjidə çıxdı. Düzdür, blokajlardan söhbət gedir. Amma mən daha bir rəngarəng gözləyirdim və çox belə solğun bir enerjidə çıxdı. Belə elə bir ki, ağ-qara hiss elədim. Öyle bir durum var burada. Her ne kadar sevgi enerjisi verse de belki de yağış yağır. Bilemiyorum. Bu dönemlerde elədiyim açılımlar çox qəribədir. Siz necə? Məni bilirsiniz də, açılımlar eləyəndə nə qədər coşuram, deyirəm, gülürəm və əylənirəm də. Bu dönemdə elədiyim açılımlar o qədər qəribə bir vibe verirlər ki, bax burada pis deyil, hə, dediyi şeylər. Qayət danışdı, normal, özün yəni kartlarla göstərdi falan, durumları göstərdi bizə açılım. Bizə yol göstərdi açılım. Amma niyəsə açılımı bitirəndən sonra belə sanki bir dostunla danışarsan, dalaşarsan, sonra belə bir sakitlik olar, oturarsınız ikiniz də deyərsiniz, görən nə olacaq bu məsələ. Elə bir enerji alıram. Çox qəribdir. Siz də düşüncələrinizi deyərsiniz. Qarib bir açılımdır. Bu da belə qalsın. Bebəklərim, özünüzə yaxşı baxın, özünüzə diqqət edin. Balans qurulsun deyə məndən aldığınız məlumat sizin xoşunuza gəlirsə, videonu bəyənə bilərsiniz, dostlarınızla kanalı bölüşə bilərsiniz, rəylər yaza bilərsiniz. Düşüncələrinizi gözləyəcəm. Sağ olun, salamat qalın.